Salam uşaqlar, 2009 qəbul 1-ci qrupun avariyyatını izah edirəm. Birinci başlayaq. Birinci sualdan 2 tam dövrdə 9. Bunu 2 tam 9'da 4 yazaq. Çıxılsın 1 tam 9'da 5 bərabərdir. Uşaqlar görürsünüz, birinci sürətə həll edirəm. 2'dən 1 çıxmaq olub, 4'dən 5'i çıxmaq olub. Ona görə bu 2'ni bir vahid azaldıram. Elə 1 tam 4 ilə 9 toplam eləyir 13. İndi çıxa bilər. 1'dən 1 çıxanda 0. 13 məxrəc qalır. 13'dən də 5 çıxanda 9'da 8. Sürət elədi 9'da 8. Məxrəcdə də nə var? 1 tam 9'da 7. Onu da çeviririk. 1'i 9'a vur. Üzərinə 7 gələm eləyir 16. Bərabərdir. 9'da 8 vurursun 16'da 9. 9'a xısar gedir. Qalır burada 2'də 1. Cavab burada D variantı. Keçir 3-cü suala, 27-ci suala, daha doğrusu paralel köçürmədə mənfi 2 1 nöqtəsi, mənfi 1 3 nöqtəsini keçir. Baxın, mənfi 2 1 nöqtəsi keçib uşaqlar. Deməli, mənfi 1 3 nöqtəsinə. Deməli, mənfi 2'nin üzərinə, bu x-dir də, düzdür? Mənfi 2'nin üzərinə x gəlir. Neçə vaxt artım olub, belə çıxır ki, mənfi 1'ə gəlib. X də bərabərdir buradan. Mənfi 1 üzərinə gəlir ki, bərabərdir neçə? 1. Burada yazdım x-i 1 aldı. İndi keçək y-in qiymətinə. 1'i neçə vaxt artırmışıq 3 eləyib. Y də bərabərdir. 3'dən də 1 çıxan neçə eləyir? 2. Y də bərabər 2. Və bunu burada tapdım. Keçirəm bu tərəfə. İndi deyir ki, nöqtəsindən keçəcəm. Mənfi 1 nöqtəsi hansı nöqtəyə keçər? Deməli, hansı nöqtəyə keçər deyəndə mənfi 1 üzərinə gəlsin 1. Yəni, bu ifadənin üzərinə bu ifadəni gəlmir, görüm hansı ifadəyə keçəcək. Bərabərcə 0 nöqtəsinə olursa 1'dir. 1 üzərinə gəlsin 2, bərabərdir 3. 0, 3 nöqtəsinə keçər, cavab A variantı. Keçək növbəti sual. Növbəti sualımıza keçək 28-ci sual. Deməli, 28-ci sualda bizə nə deyir? Birinci misalı köçürdək. Kök altına 3 çıxılsın i. Kök altına 3 üzərinə gəlsin i. Çıx. Kök altına 3 daha üstə gəl. Kök altına 3 üstə gəl i. Kök altına 3 minus i. Mən bunu nə edirəm? Gətirək biz bunlara köpdağı. Görürük ki, baxın, bir də toplam bir dəfə çıxma olduğuna görə ikisinin hasilini götürəcəm. Bu ifadəni bura böləndə kökən 3 çıx i qalır. X-ə çıxma olanda bunu neyəcəm? Kvadratını tapacağım. Üzərinə bu ifadəni bura və mənfilə gedir, müsbətlər qalır. Ona görə də bu da ikisi müsbət olduğuna görə vuranda üstlər toplanır da bağla kvadratı. Bərabərdir. Bu A kvadrat çıx B kvadratı. 3'ün kvadratı, kök adı 3'ün kvadratı eləyəcək 3. Çıxsın i-nin kvadratı. Qoy geniş yazım tam başa düşəsə. Bunu açıram. 3'ün kvadratı 3. Kök adı 3'ü i'yə vuram, onu da 2'yə vuram. Çıx 2 kök altında 3. Sonra gəlir, deməli, ikincinin kvadratı üzərinə gəl i-nin kvadratı. Üzərinə gəlsin. Birincinin kvadratı, yəni eyni ifadə, sadəcə burada çıxma yerine toplamayacağım. 3 üzərinə gəl 2 kök altı 3 üzərinə gəlsin i kvadratı. Deməli, burada baxır neydi? Kök altı bunlar getdi. Bərabərdir. 3 ilə 3'ü toplam elə 6 üzərinə gəl i ilə də i-ni toplam 2 kvadratı. Burada i kvadratı mənfi 1 verir. Yazım 3 çıxılsın mənfi 1. Baxın, tam yazım ki, başa düşəsiniz. 3 ilə 1 bu olacaq toplama. 3'ün üzərinə 1 gələcəm, eləyəcək neçə 4. Məxrəc elədi 4. Bu idi də i kvadrat daha doğrusu. I kvadratı bizə nəyi verirdi? Mənfi 1'i. Mənfi 1'i müsbət 2'yə vuram, eləyir mənfi 2. Yəni 6 çıx 2. Yuxarıda qalır 4, aşağıda 4 qalacaq verəcək 1. 4 4-mədə də eləyir 1. Keçək növbəti sualımıza. A parametrin hansı qiymətində tənlimizin 2 müxtəlif kökü var. İndi başlayırıq. 2 müxtəlif kök nə deməkdir? Yəni diskriminant 0'dan böyük olmalı, bərabər 0. Yadımıza saxla ki, A da buradan 0'dan fərqli olmalı kvadrat tənliyin alınması üçün. D-ni tapırıq burada. 2'nin kvadratı 4 çıxılsın 1 vur A vursun 4A. Bunda nə eləyir? 0, 2 müxtəlif kök böyükdür 0. Buradan da ki, gəl yazam mesela aşağıda böyükdür 0. Deməli, mənfi 4A böyükdür mənfi 4. Hər tərəfi mənfiyə bölsək A kiçikdir 1. Düzdür? A 1'dən kiçikdir, A 0'dan fərqlidir. O zaman biz nəyə götürəcəyik? Mənfi sonsuzluqdan 0'a qədər və 0 1 arası. Baxın.
0, 1 arasında 0, 1. Keçin növbəti sualımıza 0. Yəni biz burada deməli sıfırdan fərqlidir, amma sıfır daxil deyil. Ona görə mənfi sonsuzluqdan 1-ə qədər götürə bilmərəm. Yəni mənfi sonsuzluqdan 1-ə gəlir, düzdür? Amma sıfırdan fərqli qiyməti Allah A. Ona görə mən burada A-nı mənfi sonsuzluqdan 0-a, 1-dən də 0-dan da 1-ə götürə bilərəm də. Aydın oldu. Keçin 30-cu suala. 30-da neyini? Bax bunların yerini dəyişək. Bunların yerini dəyişəndə x, y, x üstə gəl, y bölünsün x, y bərabərdir 7 olacaq. İndi bura baxın, hər tərəfin bunu belə yazaq, x bölünsün x, y, üzərinə gəlsin, y bölünsün x, y bərabərdir 7. Düzdür, x gedəndə burada 1 bölünsün y, üzərinə gəlsin. Burada y gedəndə 1 bölünsün x bərabərdir 7. Bax, belə yazdıq. Bunu eyni qayda ilə digərlərini də yazmaq olar. Y üzərinə gəlsin, z bölünsün y, z bərabərdir 5. 1 bölünsün y üzərinə gəlsin. Birində yazdım, hamısı tətbiq 5. Bunda sürət məxrəcinin yerini dəyişirəm. X üzərinə gəlsin, z. Aha. Deməli, x üstə gəl, z bölünsün x, z bərabərdir 6. Bunu da yenə 1 bölünsün deməli x 1 bölünsün z bərabərdir 6 kimi yazdım. Bax, bunu tərəf-tərəf toplayıram. Tərəf-tərəfə toplayaq. Bax, bunların hamısını toplayaq. Baxın, yəni 1 bölünsün y üzərinə gəl, 1 bölünsün x üzərinə gəl, yəni bu 1 bölünsün y üzərinə gəl, 1 bölünsün z üzərinə gəl, 1 bölünsün x üzərinə gəlsin, 1 bölünsün z bərabərdir. 7 üstə 5 gələm, 12, 12 üstə 6 gələm, 18. Bax, 2 dənə bu 1 bölünsün y, o zaman 2 bölünsün y. Üzərinə gəl, həmsində bu 2 bölünsün, deməli, x üzərinə gəlsin, bu ifadə 2 bölünsün z bərabərdir 18. Hər tərəfi, hər 2-ni evi 2 ilə 1-ə vuraq da, bu 2-lərin ixtisarı gedəcək, qalacaq, ya da 2-yə bölək, 18-də 2 bölündə eləyəcək 9. Sonra burada D variantı eləyəcək. 31-ci sual, baxın, 31-ci sual asandır. Yəni 3x üzərinə gəl, 4x üzərinə gəl, 6x üzərinə gəlsin, 8x bərabərdir perimetr 84-dür. 4 ilə 6, 10, 10 üzərinə 3, 13, 13 üzərinə 8, 21x bərabər 84, x də bərabərdir 4. X-i 4-ü tapdım, götürməm. 3-ü 4-ə vuram, 12, 4-ü 4-ə 16, 4-ü 6-ya 24, 4-ü bir daha B variantı elə. Keçək 32-ci suala. 32-ci sualda bizə nə deyir? Üçüzlü bucağın hər bir müstəvisə bucağı düz bucaqdır. Bu üçüzlü bucağın daxilində götürən nöqtədən 200-ə qədər məsafəli 2 və 4. Deməli, burada düstur D kvadratı bərabərdir. A kvadrat üzərinə gəl, B kvadrat üzərinə gəl, C kvadrat olacaq. D kvadratın bax, üçüzlü bucağın təpəsinə qədər məsafə 6-dır. Onda 6-nın kvadratı 36 bərabərdir. 2-nin kvadratı 4, üzərinə 4-ün kvadratı 16, üzərinə C kvadratı. Buradan C-ni tapırsınız, neçə eləyəcək? 20, 36-dan 20 çıxam 16, C də deməli 4-dür. Gətirəm burada neynəm? X-in yerinə deməli 2 qoyacam, y-in yerinə mənfi 5. Mənfi 5 bərabər 2-nin kvadratı 4 çıxılsın. 2A çıx 5. Mənfi 5-lər getdi. 4 bərabərdir 2A. A bərabərdir 2. Düzdür. A-nı 2 tapsa, gəlib parabolanı bərpa elə. X kvadratı minus 2x çıx 5. Buradan da bərabərdir. Bu hansı ifadənin tənliyi idi? X-in kvadratı, x-i 1-ə, 12-yə mənfi 2, üstə gəlib 1. 1 eləyəcək. Burada isə mənfi 5-dir. Onda çıx 6 yazam ki, müsbət 1-dən 6 çıxanda mənfi 5 yazam. Deməli, parabolanın qiyməti tapanda bunu əks karı götür, müsbət 1, bu da mənfi 6. Yəni, bunu sıfıra bərabər eləmdə, ona görə əks götürür. Müsbət 1, mənfi 6 cavab A bəndi. Keçək 34-cü suala. 34-cü sualda, bax, bir-bir həll eləyəcəm. Birinci mötərizənin içərisini açıram. Üzərinə gəlsin, sinüs 3 alfa. Hələ ona işim yoxdur. Bu sinüslər teoremidir. Sinüslər teoreminə görə yazacağım ki, 2 sinüs. Yəni, alfalarını toplayıram, bölürəm. Yəni, alfa üzərinə 3, alfa bölünsün 2. Vurulsun. Kosinüs. Alfalarını çıxıram, bölürəm yarıya. 3 alfa çıxılsın. Alfa bölünsün 2. Bərabər. Hər sürəti hesablayıram. Alfanın 3 alfanın cəmi nə qədər? 4 alfa. 4 alfanın bu 2-yə bölün neçə edir? 2 alfa. Demək, 2 vurulsun sinüs 2 alfa.
Baxın, 3 alfadan alfa çıxan belə 2 alfa, 2 alfanı da 2-yə bölüm eləyir alfa, kosinus alfa. Burası yəqin ki, aydın oldu. Sonra məxrəcdən baxaq. Məxrəcində aşağıda yazaq. Bu sürətdir, bu qalsın. Məxrəcdən gəlin aşağıda yazaq. Kosinus alfa üzərinə gəlsin kosinus 3 alfa. Bu da uşaqlar kosinuslar elə ki teoremidir, toplama teoremidir. Yazıram. 2 kosinus. Alfanın 3 alfanı toplayıram. Bölürəm 2'ye. Bax, gözüm geniş yazıram ki tam gözüm. Bir dəfə də fərqini tapıram. 3 alfadan alfa çıxıram, bölürəm 2'ye. Bərabərdir. 2 kosinus alfanın 3 alfa 4 alfa 2'ye bölündü 2 alfa. Vurulsun. 3 alfadan alfa çıxanda 2 alfa, 2 alfanın 2'ye bölündü elə də alfa. Bunu da belə tapdıq. İndi mən bu tapdığımı gətir qoyuram yerinə yazıram. Bu da başqa görüm nəsə tapılacaq bir şey varmı? Bir də indi bunu da tapaq. Bu birinci, bu ikinci. Bunu da dairəyə alım yazdıqlarımı. Bir də bir üzərinə gəlsin kosinus alfa 4 alfanı da tapaq. Bu da üçüncü. Bir üzərinə gəlsin kosinus 4 alfa. Bu da nəyə bərabərdir? Belə bir şeydir. Bir üzərinə gəlsin kosinus 4 alfa bölünsün. Deməli 2 bizə verəcək kosinus kvadratı 2 alfanı verəcək bizə uşaqlar. Kosinus kvadratı 2 alfanı verəcək. Buradan da bir üzərinə kosinus 4 alfa bərabər 2 kosinus kvadratı 2 alfa. Kosinuslar sinuslar deməli toplama qaydası o ümumiyyətlə kosinuslar sinuslar olan teoremlərə baxın. Orada bu düsturlar var. Deməli mən buradan aldım. 2 kosinus kvadratı 2 alfa. Bunu aldım. Gətirək qoyaq yerinə. Deməli 4 vurulsun. Bunu aldım. 2 sinus 2 alfa kosinus alfa. Məxrəcə aldım. 2 kosinus 2 alfa kosinus alfa. Vurulsun. Bu bir üzərinə 4 kosinus alfanı da aldım. 2 kosinus kvadratı 2 alfa. Bərabər. Bax bu 2 ilə bu 2 getdi. Kosinus alfadan kosinus alfa getdi. Bu kosinus kvadratı 2 alfadır. Bunun birinden bunun biri getdi. Burada qaldı kosinus 2 alfa. Düzdür mü? Bərabərdir. 4 vurulsun. Bu 2'ni gətirəm. 2 sinus 2 alfa kosinus 2 alfa. Bu da bize verir bize 4 vurulsun. Sinus 2 alfa değil. 2 alfanın yerine alfanın da 2 alfa durur. Yani 2 vursun 2 alfa 4 alfa. Sadəcə burada deməli C variantı. C variantı. 35-ci suala baxaq. Deyir ki, misalı götürdüm. A bölsün 80, A bölsün 20 bərabərdir -1. Bunu tam başa düşdüyünüzdə yəqin ki, yəni lazımı qədər açıqlamasını verdim. Bərabərdir -A 20. Bunu keçək sol tərəfə A üstü 80 üzərinə gəl A üstü 20 bərabərdir 0. A üstü 80 demək. A demək 80 neçə açacaq? A1 üzərinə gəlsin 79'dir. Yəni bu ikisini cəmi 80 verməlidir. A20 necə açacağım? A1 üzərinə 19'dir. Bu ikisini də cəmi 20 ver bərabərdir 0. A1 A1 2A1 üzərinə gəl. 79'dan 19'u toplayaq. Deməli 8 98 D bərabər 0. Hər tərəfi 2 və A1 üzərinə gəlsin 49 D bərabər 0. Uşaqlar 1 ilə 49 toplayana verir bizə 50 verir də. Düzdürmü? Deməli cavab bizə nə isə 2 0-a bərabər həddə nömrəsi. Bu da A 50'dir. 50 cavab eləyəcək Y variantı. Keçək 36-cı suala. 36-cı sualda deməli buradan əvvəl kök altına 8 4 vur 2'dir. 4'ten 2 kökdə 2. Üzərinə 3 kökdə 2 bölünsün 2 kökdə 2. 2 ilə 3'ü toplam 5 kökdə 2 bölünsün 2 kökdə 2. 2'lər getdi 5 bölünsün 2 elir 2,5. 2,5'də şöyle 2 ilə 3'ün arasında yerləşir. C variantı. 37-ci sual. Traktor müəyyən bir işi 7 saata, yani bir işi 7 saata, digərsə 9 saat uşumlar, o da 9'a 1. Bunun kökləri 7'dən 9'a 63. Burada qaldı 9. Burada A'da qaydanla tapıram. Bu eləyir 9'a 7 gəndə eləyir nətər 16. 3 saata dediyim bunu 3'ə bölürəm. İxtisar yaparım. Burada qalır 21'də 16. Bu işin görülmüş hissəsi. Görülməmiş hissəsi 21
çıxanda 21 çıx 16 elə də 21-də 5. Bizə nədir tap? Görülmüşün, şumlanmışın, bunun buna nisbəti. 16 bölünsün 21 böləndə tərsinə vuracaq birbaşa vurum. 5-də 16. Cavab Y variantı. Keçək 38-in suala. 38-ə baxa. Arc. Burada yer var. Yazım arc sinus 2 üzərinə 3x bölünsün 2 bərabər pi bölünsün 6. Nə deməkdir bu? Yəni arc sinus tərs deməkdir. Sinusun tərsi 3x bölünsün 2 bərabər sinus pi bölünsün 6. Pi bölü 6 30'dur. 30'da sinus 2'də 1. 2'lər gedir. 2 üzərinə 3x bərabərdir 1. 3x bərabərdir. 1-dən 2 çıxanda edir mənfi 1. X-ə bərabər də mənfi 1-i bölsən 3-ə. Mənfi 1-i bölsən 3-ə. Cavab verəcək bu da mənfi 3-də 1. Cavab burada Y variantı. Keçək 39-cu suala. Düzbucaqla üçbucaq, ikibuzaq 75. Demək, digər ikibuzaq 15 dərəcədə. Mediana hündürlüyü arasında bucağı tapmaq üçün 75-dən çıxırsan 15, cavab verəcək 60 cavab verəcək. Keçək burada 40-cı suala. 40-cı sualı başla həlləməyə. Keçək bura. Uşaqlar, baxın burada necə eləyəcəm. Buradan mən integral yazmıram, sürətlə həll edeyim. X üzərində 16 bölünsün 5. Üzərinə x üzərində 5-də 1. Mən burada x-ü 5-də 1 mötədə kənara çıxarım. X-ü 5-də 1 mötədə kənara çıxaranda mən necə demişdim? Bu ifadəni bölürük bura. Düzdürmü? Aha. Bu ifadəni bura bölürük. Neçə qalacaq burada? Baxaq. 5-də 16 çıxırıq da. Böləndə üstə neyini çıxılır da? Düzdürmü? 5-də 15. 15-i 5-ə bölünsəydi 3. Deməli, x-ü 3 üzərinə gəlsin. Bunu da buna böləndə elədir 1. Bax, bu aldıq sürəti. İndi baxın, məxrəci alaq, gətir sonra buraya yazaq. Bir tane məxrəci götürdüm. 5-də 11 çıx. X-ü 5-də 6 üzərinə gəlsin. X-ü 5-də 1. Baxın, x-ü 5-də 1-i çıxartdım mötədə kənarına. 5-də 11-dən 5-də 1 çıxıram eləyənə. 5-də 10. 10-da 5-ə bölünsəydi 2. X-ü 2. Çıx. 5-də 6-dan 5-də 1 çıxıram. Böləndə üstlər çıxırdı, ona görə çıxıram. 5-də 5. O da eləyir x. Düzdür? Bunu da buna böləndə 1 elədi. Üzərinə gəlsin 1. Baba gətirib yazıram bura. X 5-də 1. X kvadratı çıx. X üzərinə gəlsin 1. Bax bunlar getdi. Düzdürmü? Bu kublar cəmidir. Kublar cəmi gətirib aşağıda yazıram. Bax burada x də gəl 1. Birincinin kvadratı çıx. Birincinin ikinci hasili üzərinə gəlsin 1. Bunu yazırıq bura. Yazdıq. Bax bu ifadədən getdi. Yerdə nə qaldı? X üstə gələk 1 qaldı. Düzdür? Bax indi yazıram. X üstə gəlsin 1. Bax bu qaldı. Bu neçədir? 5-də 6. Bu da 1. İndi baxaq. Nəyin törəməsi bizə x verir? İndi bunun törəmə halını tapıram. Uşaq, indi bura baxaq. X kvadrat bölünsün 2-nin törəməsi bizə verir x-i. X-in kvadratı 2-dir. 2 gəl qabağa. 2-lə 2 gedir. Qarı x. Bir də nəyin törəməsi? X-in törəməsi. Düzdürmü? Yəni x-in törəməsi 1 verir. Bax bunu tapdım mən burada. Bax mənim ifadəm budur. Gətirirəm mən bir dəfə 6 5 qoyuram. Bir dəfə də 1 qoyub sonra fərqini tapıram. Bax gətirək qoyaq. Bax birinci burada qoyuram yerinə. X-in kvadratı, yəni 5-də 6-ın kvadratı eləcə nə qədər? 25-də 36 bölünsün isə 2. Bu da bərabərdir. 50-də deməli 36 aparanda deməli nədir? 25-də 36-ın kəmində 18. Deməli üzərinə gəlsin. Üzərinə gəlsin də bu x-in yerinə qoyuram. 5-də 6. 5-də 6. Buna ək köp tapanda hər tərəfim belə deyək də 5-ə vuraq. 5-i 5-ə vuranda 25, 5-i 6-da 30. Bu da bərabərdir. Məxrəc qaz sürətdə toplanma 18, 30, 48. Bax birincini aldım belə. İndi keçək bir dəfə də 1 qoyaq. X-in yəni 1 qoyanda eləcə 2-də 1, deməli üzərinə gəlsin 1. Bu da eləcə nə qədər? 2-də 3. Düzdür, sonra nə fərqi tapırıq? 25-də 48-dən çıxıram 2-də 3-ü. Bu da daha tapmaq asandır. Özünüz tapa bilərsiniz. 50, 50 96 çıxılsın 50, 2025, 25, 75. Yəni bunun həll edib qutası keçən qalmadı. Keçək 41-ci suala. Demək bu 0,3 x-in kvadratı kiçikdir. 0,9 2x-2. Bu 0,9-u pozuram. Bax buranı yazam 0,3 bağla kvadratı. Bunu mötəzə yazaq. Onda əsasda 0,3-lər getdi. X-in kvadratı kiçik bərabərdir.
Demək, əsas birdən kiçik olduğuna görə bunu belə götürəcəm. Böyük bərabərdir. 2-nin 2 yavanı 4x, 2-nin 2 4. X kvadratı böyük bərabərdir 4. Demək, x kvadrat sıx 4x üzərinə 4 böyük bərabərdir 0. Bunu bu şəkildə yazırıq. Biz də burada baxırıq, bu x minus 2 bağlı kvadrat böyük bərabər 0 müxtəsər vurma düsturuna aiddir. Uşaqlar, burada x-ə hansı qiymət versəm, 0-dan böyük eləyəcək və 0-da bərabər işarəsi. Ona görə mənfi sonuncu müsbət sonsuzu götürək. Y variantı. Çevrənin xaricinə kvadrat və düzgün üçbucaq çəkilmişdir. Deməli, kvadratın daxilinə bir dənə çevrə çəkək. Yəni çevrənin daxilinə çəkilmiş olur da. Mən yaxşı çəkmədim. Belə. Düzdür. Perimetr 38 isə deməli bu 32 bölüm 4 58. Tərəfi 8. Deməli hündür çevrəndə diametrə bərabərdir. Deməli, çevrənin diametri də 8-dir. Onlar radius nə qədər olacaq? Radius R bərabərdir. 8 2 bölü 4. İndi deyib ki, çevrənin xaricinə 3 bucaq çəkilib. 3 bucaq çəkəndə üstümüz nədir? R bərabərdir. A kökdə 3 bölünsün 6-dır. O da neçəyə bərabər? 4-dür. A da bərabər nəyə? 6-nı 4-ə vuraq. 24 bölünsün kök altına 3. İndi mənə nə deyir? Deyir, bu perimetrini tap. Perimetrini tapanda bərabər tərəfi üst bucaq olduğuna görə uşaqlar, bərabər tərəfi üst bucaq olduğundan Ağa bir də deyir düzgün üstbucaq. Bunu vuram neçəyə? 3-ə. Bu deyəcək 8 bölünsün kök altına 3. Hər tərəfin kök altına 3-ə vuraq. Azad eləyək. Deməli, baxaq 8 nədir? 24-ü 3-ə vuranda deyək 8. 24 vurulsun 3. Belə saxlayaq. Hər tərəfin kök altına 3-ə vuraq. Kök altına 3. Vuranda kök altına 3'ü, kök altına 3'ü 3 eləyəcək. Belə yazaq. 3'ə 3 getdi qaldı 24 kök altına 3. Cavab Y variantı. Keçək 43-cü sual. 43-cü sual asandır. Bax, 36 nə yazıram? 6b-nin kvadratı çıx. Bax, bunu mötərizə yazsam 4ax minus a kvadrat üzərinə a kvadrat üzərinə gəlsin 4x-in kvadratı. Bu bizə hansı ifadəni verəcək? 2 demək a üzərinə 2x-in kvadrat. Bu da kvadrat tərəfi a çıx b üstə gəl b. Yəni 6b-dən çıxacam bir dəfə a minus 2x çıxma olduğuna görə bu üstə gəl çıxma olur. Bir dəfə də toplayacağam. Cavab B bəndi. 44. A 8-in bölənə 8-in bölənə 1, 2, 4, 8. B isə 5-dən kiçik sadə ədədlər 2, 2-dir və salam. İkisinin də kəskinməsi 2-dir. Cavab burada A bəndi. Burada funksiyasının böhran nöqtəsini tapaq, törəmə tapaq. 3-ü 2-yə vuram neçə eləyəcək? Baxın, bu qoy misalı yazım. 3'ü 2'ye vuram eləyir 6. Üzərini bir vahid adam 6x-in kvadratı çıx. Bu da 1-də 1'i 24 vurum 24 bərabər 0. 6x-in kvadratı bərabər 24. X kvadrat bərabər 24'ü 6'ya böləm eləyir 4. 4-də nədir? X bərabər müsbət mənfi 2. Cavab C variantı. Keçəm 9-cu suala. 46-cı suala daha doğrusu. X sinus 9 böyükdür sinus 9. İndi burada sinus 9'a düz x gedir, amma mən bunların mənfi müsbət olmağını tapmalıyam ki, görüm. Harda mənfi verir, yoxsa müsbət verir. Mən nə edirəm? Deməli, 9'u vururam burada. Bu radianla veribsə dərəcəyə çevirib 57-yə. Bərabərdir 513. 513-ü bölüm 360 dərəcəyə düşür bir dəfə. Qalıq da eləyəcək neçə? 153. Mən 153-dən işləyəcəm. X sinus 153 böyükdür sinus 153. Sinus 153-də uşaqlar alır müsbət. Deməli, bunlar gedir, x böyükdür 1. 1 alacaq, yəni 1-dən böyük, müsbət sonsuzda C variantı. 47-ci suala baxaq. 47-ci suala nə deyir? Deməli, belə deyək də. Funksiyanı çəkək. Çəkməsə işləyə bilməyəcək. Y bərabər 4 minus x. X-ə bir dəfə 0 verək. X-ə 0 verəndə y kimi alacaq 4. 4'ü yazıram burada. X-ə 1 verək. 4'dən 1 çıxanda y bərabərdir 3. 1 verəndə deməli alacaq neçə? 3. X-ə 4 verək. Y bərabər neçə eləyəcək? 0. 4'dən 4 çıxanda 0. Bunu belə işarə eləyək. 4 verəndə 0 aldım. İndi keçək. Deməli, x-ə verək mənfi 1. X bərabərdir mənfi 1. X-ə mənfi 1 verəndə y bərabər neçə eləyəcək?
Bu bizdə y bərabərdir 3, mənfi 1 verəndə 3. Burada uşaqlar moduldadır. Mənfi 1 verəndə müsbət 1 kimi çıxır. Ona görə 3. Mənfi 1 verəndə yenə də mənim deməli aldı 3. İndi x-ə mənfi 4 verək. X-ə mənfi 4 verəndə bura qoyanda müsbət çıxır da 4-dən 4 çıxan 0 elə. Buraya da 0. 0 düşəcək. Baxın. Biz bunlara baxın. 4'dür. Burada da əks götürsək mənfi 4 alınacaq. Uşaqlar baxın. Burada ox ətrafında fırlanmasından burada alınır bizə. Demək konus alınır. Konus alınır. Buradan demək konusun yan səthin sahəsi bizə nə soruşur? Alınan fiqurun səthin sayısını tapar. Deməli S yan bərabərdir pi r l. L burada necədir? Bu 4'dür. Bax buradan bura 4'dür. Buradan burada 4'dür. Düz değil mi? Fiqur terminə burada 4 kökdə 2. Onda S yan bərabərdir. Pi vurulsun. R'i 4 tapdım. L'dəki 4 kökdə 2. 16 kökdə 2 pi. 16 kökdə bir dəqiqə. 16 kökdə 2 pi eləyəcək. 2 pi. Amma bunu həm yuxarı həm aşağı olduğunu bunu 2'yə vururuq. Eləyir 32 kök alın 2 pi. Cavabı D variantı. Keçək 48-in sualımıza. 48'də baxın. Loqaritma 2 əsasdan 24 vur. Bu yuxarı qalxdığına görə 2 ilə 48 yeni dəyişir. 2 əsasdan 48. Gəlin birinci bunu hesablayaq. Loqaritma 24'ü yaza bilərəm. 8 vursun 3. Düzdür? 8 vursun 3. Vurma da olanda nə edirik? Toplayırıq. Üzərinə loqaritma 2 əsasdan 3. 48'i nə yaza bilərəm? 48. 8 vur 6. 8 vursun 6. Vur. Ötəzi yazaq. Loqaritma 2 əsasdan 8. Üzərinə loqaritma 2 əsasdan 6. Toplayırıq da vurmalı. Bərabərdir. Bax 8 nə demək? 2'nin kubu. Bu 3 gəlir qabağa. Olur 3. Üzərinə loqaritma 2 əsasdan 3. 2 əsasdan 3. Demək bu mötəzi yazıram. Bu da 2 əsasdan 3'dür. 3 gəlir yenə qabağa. Üzərinə loqaritma 2 əsasdan 6. Baxın bunu birinci vurmasın. 3 3'ə 9. 3 vurulsun loqaritma 2 əsasdan 6. Üzərinə bunu 3'ə vuranda 3 loqaritma 2 əsasdan 3. Üzərinə bu ifadəni də vuranda loqaritma 2 əsasdan 3 vurulsun loqaritma 2 əsasdan 6. Düzdürmü? Bərabərdir. Bərabərdir yazmaya bu qalır belə. Keçək ikinciyə. Baxın. Bunu bu şəkildə saxladım. Buradan yazaq, rahat olsun. Loqaritma 2 əsasdan 96 nə deməkdir? 96'nın xırdalıya gedək də buna. 96'nı verəyəndə 32 vurulsun, 32 vurulsun. 32 vurulsun 3. 32 vurulsun 3 yazaq. 96 eləməsi üçün. Vurulsun loqaritma 2 əsasdan da 12 yazaq. Yenəndə 12 nə demək? 4 vurulsun 3. Baxın gəlin bunu xırdalayaq. Loqaritma 2 əsasdan 32'ni yazıram. Bu vurma olduğuna toplama. 2 üstü 5. Üzərinə gəlsin loqaritma 2 əsasdan 3. Vurulsun loqaritma 2 əsasdan 4. Üzərinə gəlsin loqaritma 2 əsasdan 3. Bax bu 5 gəlir qabağa. 5. Üzərinə gəlsin loqaritma 2 əsasdan 3. Bu 4'də 4'ü 2 kimi yazan 2 gəlir qabağa. Üzərinə loqaritma 2 əsasdan 3. Bunu vurub açsam. 5 2'ye 10. 5 loqaritma 2 əsasdan 3. Bunu vuranda 2 loqaritma 2 əsasdan 3. Üzərinə bunu buna vururam. Loqaritma 2 əsasdan 3. Vurulsun loqaritma 2 əsasdan 3. Keçək indi ardına. Gətirəm uşaqlar, gətirəm. Bax bunu deməli yazıram burada. Amma arada çıxma olduğuna görə mən bunu çıxacağam. Çıx 10 çıx 5 loqaritma 2 əsasdan 3 üzərinə gəlsən deməli loqaritma 2 əsasdan 3 loqaritma 2 əsasdan 3 böyle loqaritma 2 əsasdan 3'ün kvadratı. Eynəsi də vuruq. Bərabərdir. Ardını burada yazalım.
Deməli 9-dan 10 çıxanda eləyir -1. Baxaq burada nələr gedir, nələr qalır. -5-dən 3 çıxanda eləyir 2 loqaritma, yox, bu yox. Bundan bu gecə. -5-dən 3 çıxanda loqaritma 2 əsasdan 3. Sonra burada qalacaq. Sen görüm harda. Üzerine gəlsin 3 loqaritma 2 əsasdan 6 qalır yerində. Bunlar getdi. Bunu necə yazaq? Bunu. Deməli belə yazaq. Üzerine gəlsin loqaritma 2 əsasdan 3. Loqaritma 2 əsasdan 6-nı yazam loqaritma 2 əsasdan 3 vurulsun 2. Bu da bəli loqaritma 2 əsasdan 3. Üzerine loqaritma 2 əsasdan 2 üzerine gəlsin 1 olacaq bu da. Bu da loqaritma 2 əsasdan 3. Üzerine gəlsin loqaritma 2 əsasdan daha doğrusu 1. 1 yazdıq. Buranı. Bu da üzerine gəlsin loqaritma 2 əsasdan 2 3'ün kvadratı. Bax bunu buna vuranda, bunu buna vuranda. Bu eləyəcək, bu eləyəcək. Loqaritma 2 əsasdan 3'ün kvadratı. Ama burada çıxma olacaq da bizdə. Alem qatdım bir-birinə. Səliqə ilə yazdım. MCG kvadratı. Bunu qoy yazdım. Bu çıxma olacaq. Qoy yazdım belə 1 -1 çıx 2 loqaritma 2 əsasdan 3 üzerine gəlsin 3 vursun loqaritma 2 əsas bu 3 qalsın 6-nı yenə 2 vursun 3 üzerine gəlsin 1 olacaq. Bunu belə yazaq. Üzerine gəlsin bunu vurub açaq. Loqaritma 2 əsasdan 3'ün kvadratı üzerine gəlsin loqaritma 2 əsasdan 3 çıxsın loqaritma 2 əsasdan 3'ün kvadratı. İndi baxaq. Bu üzerine gəlirdi. Buna bu getdi. Bu da bərabərdir. -1 çıxılsın 2 loqaritma 2 əsasdan 3 üzerine gəlsin. Bunu da vuraq 3 loqaritma 2 əsasdan 3 üzerine gəlsin 3 üzerine gəlsin bu ifadə. Loqaritma 2 əsasdan 3. -1 3 gələndə bu elədi 3. 3'dən 1 çıxanda elədi 2. Baxaq. Bununla bu elədi 3. Deməli qabağın deməli bir dəqiqə baxım. Burada çıxma olur, aşağı qabaqda çıxma var. 3'dən 1 çıxanda 2. Yəni bu ifadələr getdi. Elədi 0. Cavab eləcək 2 A variantı. Məsələ biraz uzandı. Keçək 49-cu suala. Düzgün altıbucaqlı prizma bütün tilləri altıbucaqlı prizmadırsa deməli çəkək. Mənə əsas lazım olan hissəni çəkirəm. Bir tilini çəkdim. Bu eləyir A. A kökdə 3 düşür bura. Məndən istəyir bu tərəflə bu tərəfin diaqonalını birləşdirirəm. Bu buradan 90 dərəcə bu da əmələ gətirəcək. Bu diaqonal tap dediyinə görə A kvadrat üzərində A kökdə 3'ün kvadratı. A kvadrat üzərində 3A kvadratı. Bu da bir 4A kvadrat. 4A kvadratın 2 açığı. Cavab B variantı. Keçək 50-ci suala. 50-ci sualda uşaqlar. Bura x-dir. Bura 2x var. 2 dəfə böyük. Onda sahələr də sahəsində BY C-ni verib 10. Onda sahədə 2'nin 1'ə bölünür. Bura 10'dursa, onda burada eləyəcək 20. Deməli 20. Onda buranın ümumi sahəsi nə qədər elədi? 30 dərəcə. Düzdürmü? İndi bizə nə soruşur? A təpəsindən çəkilmiş arka hündürlüyünü tapın. Şöyle bura 20, bura 10, böylece 30. Düzdür. Onda 30 bərabər nəyə? Bu da verir mənə 6. 30 nəyə bərabər? 20 30. Buraya 30 bərabərdir. 6 vuram haşa. Mənşin 2 bu da eləyir. H bərabərdir 10. Cavab A bəndi.